Hörmətli deputatlar, hörmətli Elşad müəllim, hökumət üzvləri, media nümayəndələri, hamınızı salamlayıram. Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, bugün Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin doğum günüdür. Qeyd olunub ki, çox əsrli dövlətçilik ənənələrinə malik olan Azərbaycan, ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı dövrünü yaşayır. Ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib. Sürətli və dinamik sosial-iqtisadi inkişaf, yüksək rifah, sabitlik və təhlükəsizlik Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edib. 44 günlük vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulması ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Vurğulanıb ki, bugün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən böyük qayıdış strategiyası, aparılan geniş miqyaslı quruculuq işləri, məskunlaşma Azərbaycan dövlətinin iqtisadi qüdrətinin daha bir göstəricisidir. Görülən işlərin tərkib hissəsi kimi reallaşan Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının ölkəmizin digər bölgələri ilə quru əlaqəsini təmin etməklə yanaşı, həm də Muxtar Respublikanın inkişafında yeni mərhələnin əsasını qoyacağı diqqətə çatdırılıb. Ali Məclis sədrinin birinci müavini bildirib ki, sadalanan bu uğurlar ölkə prezidenti cənab İlham Əliyevə böyük xalq sevgisi qazandırıb. Qürur verici haldır ki, vaxtilə doğum günlərində cəbhə bölgələrində olan Müzəffər Ali Başkomandan artıq hər il doğum gününü işğaldan azad olunmuş torpaqlarda yeni sosial obyektlərin, inzibati binaların və istehsal sahələrinin istifadəyə verilməsi ilə ən əsası isə abad şəhər və kəndlərdə məskunlaşan sakinlərlə birgə qeyd edir. Bəxtiyar Məmmədov prezident cənab İlham Əliyevi doğum günü münasibətilə Ali Məclis adından təbrik edib, dövlətimizin inkişafı, xalqımızın rifahının yüksəlməsi yolunda ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. İclasda deputatlardan Arzu Abdullayev, Sevil Hacıyeva, Əli Həşimov və Asəf Orucov çıxış edərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıblar. Sonra Ali Məclis sədrinin birinci müavini plenar iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini bildirib, gündəlik təsdiq olunub. Gündəliyin birinci məsələsinin Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi zamanı İqtisadi Siyasət Komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. Qanun layihəsi ilə əlaqədar çıxış edən Ali Məclis sədrinin müavini Arzu Abdullayev Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında qanun layihəsini ölkəmizin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verdiyini bildirib, qanun layihəsini yüksək qiymətləndirib. Sonra qanun 3-cü oxunuşda qəbul olunub. Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək hökumət üzvləri adından ölkə başçısına doğum günü münasibətilə təbriklərini çatdırıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən maliyyə intizamının gücləndirilməsi, şəffaflıq və dayanıqlı büdcə idarəçiliyi siyasəti nəticəsində həm mərkəzi, həm də yerli büdcələrin idarə olunması yeni keyfiyyət mərhələsinə qədəm qoyub. 2026-cı il üçün Naxçıvan Muxtar Respublikasının büdcə layihəsi də bu yanaşmanın tərkib hissəsi olmaqla sosial istiqamətlərin prioritetliyi və özünü maliyyələşdirmə potensialının genişləndirilməsi prinsiplərini əsas tutaraq hazırlanıb. Gündəlikdəki ikinci məsələ, 3-cü oxunuşda olan Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsi ilə bağlı Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun səsə qoyularaq qəbul olunub. Gündəlikdə duran 3-cü məsələ, Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında Naxçıvan Muxtar Respublikasının qanununda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin 2-ci oxunuşda müzakirəsi zamanı bildirilib ki, qanun layihəsi Ali Məclisin 19 dekabr 2025-ci il tarixdə keçirilmiş plenar iclasında müzakirə edilmiş, söylənilmiş təkliflər nəzərə alınmaqla, onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə 1-ci oxunuşda qəbul edilib.
Qanun layihəsi barədə Hüquq Siyasəti Komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun ikinci oxunuşda qəbul edilib. Sonda Ali Məclis aparatının İqtisadi Məsələlər şöbəsinin müdiri Nihat Möhbalıyev Ali Məclisin 2026-cı il xərclər smetası barədə məlumat verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün xərclər smetası haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsi səsə qoyularaq qəbul edilib. Bununla da Ali Məclisin növbəti plenar iclası öz işini başa çatdırıb.